Salam dostlar, mən İsmail. Bugün sizlərə nətər səxtə, zərərsiz virus düzəldirlər bunun kimi onu göstərəcəm. Bəli, ekranı saat eləyirik. Buradan yeni qismindən yeni bir də mətn sənədi düzəldirik. Adını məsələn üçün mən indi oyun qoyuram. Olsun, heç olmaz. Ondan sonra sizə çox gec olmasın deyə yazmaq sizin üçün burada hazır saxlamışam. Bəli, normal açacaqsınız onu. Sizdə belə boş olacaq. Sizə ayda alınmadı. Belə oyun sənədini açacaqsınız. İçi boş olacaq. İndi burada do yazırıq. Alta gəlirik. MSG box yazırıq. Dırnaq işarəsi qoyuruq. Bura böyük hərflərlə Hıcı, Hacı, Kləndi yazırıq. Dırnaq işarəsini bağlayırıq. Enter deyirik. Bura loop yazırıq. Ondan sonra burada file qisminə tıklayırıq. Burada fərqli saxla deyirik. Bəli. Burada bunun axırına nöqtə qoyub VBS, hamısı balaca hərflərlə VBS yazırıq. Saxlaya tıklayırıq. Mən də saxlandım. İndi saxlaya tıkladıqda ekranınıza belə bir şey gələcək. Əslində buralara falan gələcək. Bunları aslında artıq ata bilərik bildiyiniz üzrə. Çünki bunların içi boşalır. Hamısı bunun içinə gəlir. Baxın, görürsünüz, bunun da adı oyundur. Amma görünüşü gördüyünüz üzrə fərqlidir. Üstünə çift tıklayırıq. Bilgisayar hacklendi. İndi bu köhnə yazdığımda bu arada axırında rus hərfini niyə bilmirəm. Heç bir zaman Türk, Azəri, məsələn I, I, Ş, Ç, H kimi hərflər işləmir. Çünki işlədəndə gördüyünüz üzrə belə fərqli bir şey yazılır. Dostunuz buna belə bir şey açılacaq. Troll əslində yazılır bu, hə? Ondan sonra bunun üstünə nə qədər tıklasanız da ok, yenə də bu çıxmayacaq. X-ə tıklasanız da çıxmayacaq. Nə tər eləyəcəyik çıxmasını? Bu sağda alta sağ tıklayırıq. Tapşırıq menecerinə tıklayırıq. Task Manager açıldı. Task Manager deməyə çalışırıq. Bəli. Burada gördüğünüz üzere indi biraz başlayınca şey oldu. Burada belə rəngərəng bir Windows nə bilim ona sağ tıklayırıq. Buradan End Task, yəni görəvi sonlandır falan, ona basacaqsınız və gördüyünüz üzere artıq yoxdur. Sağ olun.